Bugün sizler üçün istədim daha geniş bir video çəkən, məhsulları sizlərə təqdim edəm. Baxın, böyük ölçülü saxlama qabı hazırda qiyməti 1 manatdır və belə bir variantı da var. Bunun da qiyməti 1 manatdır. Belə bir böyük ölçülü saxlama qabı qiyməti 1 manatdır. Saxlama qabı çeşidlərimiz çoxdur. Hər birinin qiyməti 1 manatdır. Burada gördüyünüz bütün məhsullar hamısı 1 manatdır. Hamısını bir-bir sizlərə təqdim edə bilmirəm, göstərə bilmirəm. Ona görə əsas bir neçə məhsulları göstərəcəm. Böyük ölçülü bu da. Saxlama qabı 1 manata, bu da 1 manata. Belə heyvan figurlu saxlama qabları qiyməti 1 manata. Diş pastaları qiyməti 1 manata. Belə aşpaz saxlama qabları qiyməti 1 manata. Və bu güldanlarımız da hazırda bir çox çeşidləri var. Ən bahasının qiyməti 6 manatdır. 3 manata, 4 manata, 5 manata və 6 manata. Materialda şüşədir, plastik deyil. Sonra belə padnos gətirmişəm, böyük ölçüdədir. Bunun da qiyməti 1 manatdır. Bu birisi padnoslar da 1 manatdır. Belə ləyənlər gördüyünüz kimi böyük ölçüdədir. Qiyməti 1 manatdır. Ləyən çeşidlərimiz də çoxdur. Bunların da hər birinin qiyməti 1 manatdır. Belə böyük ölçülü saxlama qabı. Qiyməti 1 manatdır. Plastik süzgəclərimiz qiyməti 1 manata. Çörək qabılar, meyvə qabılar hamısı qiyməti 1 manatdır. Sonra belə otaq ətirləri hər biri 1 manat. Sabunlar 1 manat. Qazan təmizləyən 1 manat. Bu ətirləndirici də qiyməti 1 manat. Maşın üçün nəm salfetka qiyməti 1 manat. Vinillər, bunların da qiyməti 1 manatdır. Eni 45 sm, uzunluğu 2 metr. Belə fərqli maskura modellərimiz var. Bunların da qiyməti 1 manatdır. Gördüyünüz kimi bir çox çeşidləri varımızdır. Biraz böyük ölçüləri, bunların da qiyməti 1 manat. Ünvanımız İnşaatçılar metrosunun çıxışı Kapital Bankın aşağısında yerləşir. Ekonom Store mağazası. Bu boş qablardır. Bunların da qiyməti 1 manatdır. Sonra belə modelləri də var. Bunların da qiyməti 1 manatdır. Tam belə ağ olan qiyməti 1 manatdır. Bu gördüyünüz böyük ölçülü modellər. Bunların da hər birinin qiyməti 1 manatdır. Belə 1 litr tutumlu çaynik, taxta qapaqlı, qiyməti 6 manata. Və belə bir variantı da var. Bu da 12 manatdan düşüb 8 manat 50 qəpiyə. Böyük ölçülü dərin qara vanna. Bunun qiyməti 2 manatdır. Bunun biraz balaca variantı var. O da 1 manatdır. Dəmir süzgəclər paslanmayan. Bunların da ölçüsünə görə qiymətləri dəyişir. Sonra belə alət qabı 5 manata. İğnə saf qabılar, belə şəffaf orqanayzerlər, bir çox çeşidlər varımızdır. Telefon podstavkası, baxın, maşın üçün olan 2 manata endirimdədir. Bu dəmir variant fırlana bilən 1 manat 50 qəpiyə. Üzr istəyirəm, bunun qiyməti 2 manatdır. O birisi variantdan səhv saldım bunu. Sonra belə sulu kleylərimiz var. 1 manatdan başlayır. 1 manata, 2 manata, 3 manata sulu şəffaf kleylərimiz var. Sonra paltar yuyan. Baxın, 35-40 manata satırlar, bizdə 20 manat. Bir çox tava çeşidləri varımızdır. Qazanlar, tavalar. Bunların da hər biri çox münasib qiymətlərədir. Baxın, 8 manata, 9 manata. Bu qazan 30 sm diametrli 16 manata. Bir çox belə ədviyyat banka çeşidləri varımızdır ki, bunların da hər birinin qiyməti 1 manatdır. Baxın, Versace modelli qiyməti 1 manatdır. Şüşə qapağı rezin olan saxlama qabı bir neçə çeşidləri varımızdır. Hər birinin qiyməti 1 manatdır. Bunlar da 1 manatdır. Belə şüşə bankalarımız var. Qiyməti 1 manata və bunun biraz belə böyük ölçüsü də var ki, bunun da qiyməti 1 manatdır. Makaron, spagetti yığmaq üçün belə qablarımız var. 1 manat 50 qəpiyə. Sonra böyük ölçülü vakumlar.
Bunların balaca ölçüləri 1 manat olur. Bu ən böyük ölçü 2 manatdır. Mağazamızda bir çox belə təmizlik vasitələri var ki, bunların da qiyməti 1 manatdır. Baxın, 1 litrik qab yuyan maye şampun qiyməti 1 manata, şüşə silən cam sillər 1 manat, acelər 1 manat. Mağazamızda şüşə məhsulları da çoxdur. Meyvə qabılar, çərəzliklər. Sonra belə padnoslar var. 5 manat 50 qəpiyə bu ölçüsü. Sonra dəmir padnoslar var. Peçə gedə bilən, sobaya gedə bilən belə borcamlarımız var. Böyük və kiçik ölçülü konteynerlərimiz var. 1 litrdən 9 litrə, 15 litrə qədər varımızdır. Ünvanımız İnşaatçılarda yerləşir. İnşaatçılar metrosunun çıxışı Kapital Bankın aşağısı. Metronun istənilən çıxışından çıxıb Kapital Bankı görə bilərsiniz. Mağaza düz Kapitalın aşağısında yerləşir.